Salam əziz izləyicilərim. Kanalımda yenə sizinlə görüşə gəldim. Allah hamının canını sağ, ruzusunu bol eləsin. İnşallah Allahın köməkliyi ilə. Allahın izni ilə bugün sizə anamın bişirdiyi, belə deyək, Bakılı yeməklərdən biri soğança. Bu soğança iki cür demək olar. Soğançalı cığırtma da demək olar. Soğança da demək olar elə. Buradan biz hardasa belə deyim də bir kilo yarım soğan doğrayıram. Təmizləyirəm, yuyuram, doğrayıram və hətta doğrayandan sonra bir dəfə də sudan keçirdirəm ki, soğanın arasında olan pərdəciklər çıxanda yuyulsun, axılsın, geçsin deyə. Bakılılar yazar inşallah. Sırf Bakılıların özləri bəlkə də gözəl rayonlarımızda da, kəndlərimizdə də bişirirlər bunu. Onlar zonalarımızda adı nə olduğunu bilmirəm, amma yəni Bakı zonasında buna soğançalı cığırtma da deyirlər və soğança da deyirlər hətta. Buna yüngülcə hardasa bir dəstə göyərti vurursan, bir dəstə, iki dəstə baxır da, yəni spanaq və yaxud da keşniş şüyüd, yəni bunları vurmalısan. Yəni vurmaya da bilərsən. Mən anamda necə görmüşəm, elə bişirməyə çalışıram. Çox ləzzətli, çox dadlı olur. Bunu bişirib belə tək yemək də olur. Yəni çörəklə ləzzətli, yəni üstünə heç nə vurmadan ləzzətli, yəni yemək olar da, belə iştah açıcı bir yeməkdir. Yəni istəsəz bunu aşqaranın üzərinə də vura bilərsiniz. Yəni belə də eləyə bilərsiniz. Bizdə mama bunu bişirəndə yəni bol eləyirdi ki, aşla yəni belə ürəkli qarasını daha çox qoyaq. İndi anam rəhmətlikdir. Allah ölənlərinizə rəhmət eləsin. Yerdə qalanlarınıza sağlıqlı ömür versin. Göyərtimi də, soğanımı da doğradım, hazırladım. Mən soğanları yox, göyərtiləri doğrayıb sonra yuyuram. Onda daha tez palçığı tez həll olunur, tez tökülür, tez təmizlənir, rahat olur. İndi əvvəllər göyərtini yuyurdum, sonra doğrayırdım, amma indi yox. İndi tərsinə eləyirəm. Çünki tez palçığı həll olunur deyə, təmizə çıxır deyə. Burada deməli mən nə elədim? Soğanı biraz pörtətdim. Pörtətdim deyəndə vamxodda qapağı qoydum tavanın. Öz xodunda yumuşaldı. Sonra qovurdum onu toyuqla. Yəni istəsəz bunu ətlə də eləmək olar, amma əsas bunun dadı toyuqdadır. Yəni ətlə o qədər olunmur. Qovurandan sonra göyərtini də tökdüm üzərinə. Sonra tavaya görə, yəni mən tavama görə 4-5 ədəd yumurtam da çox xırda olduğu üçün 4-5 ədəd yumurta tökdüm. Çox möhtəşəm, çox ləzzətli oldu. Həm tez bişirilən yeməkdir, həm rahatdır, həm də ki, çox bahalı, belə deyək, ucuzuna gedən bir yeməkdir. Göz haqqınızı halal edin, yorum yazmağı unutmayın, abunə olub like atmağı da unutmayın əzizlərim.